Salam, hər kəsin Qurban Bayramını təbrik edirəm. Bol ruzili, can sağlığı ilə qeyd edəcəyiniz neçə belə bayramlarınız olsun. Mən bu gün Qurban Bayramında süfrəmizi bəzəyəcək fətir salatının reseptini sizinlə bölüşürəm. Şəkildə gördüyünüz kimi qoyun hazırlamaq istədim, amma məndə alınmadı. Eybi yox, indi salatın hazırlanmasına başlayaq. Salat üçün bizə lazım olanlar fətir, mayonez, yaşıl noxud, xiyar, kartof, kök, toyuq filesi, şüyüd və yumurtadır. Kartofu, yumurtanı, kökü və əti qaynadırıq. Əti doğrayırıq, digərlərini isə süzgəcdən keçiririk. Fətrin üzərini mayonezləyirik. Ərzaqları fətrin üzərinə yayandan sonra duzunu, üstüyotunu, yenidən mayonezini vururuq və yenə fətir sərib bu şəkildə bütün ərzaqları fətrin üzərinə düzənə qədər davam edirik. Fətri ən sonunda bükürük və ən az bir neçə saat soyuducuda gözlədirik. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün çox sağ olun.